Bəzən məqsədimizə çatmamağın səbəbi o olur ki, elə bil məqsəd var ortada və sən ona elə bil ki, addımlar atırsan, amma hələm-hələmə çatmırsan bu məqsədinə. Bu nailiyyətləri əldə edə bilmirsən. Çünki bax nə baş verir bəzən. Sən elə bil bu məqsədin ətrafında elə dövr edirsən, fırlanırsan, bir çox şeylər müzakirə edirsən, araşdırırsan, hesablayırsan, götür-qoy eləyirsən, məsləhətləşirsən, bir çox şeylər edirsən, amma sırf məqsədinlə bağlı əsaslı şəkildə real addımlar yoxdur. Addımlar var, amma onlar yetərsizdir. Sən burada diqqətini, enerjini o qədər çox paylayırsan, arxa planda olan bir şeylərə, yəni çox enerjini itirirsən deyə, əsas real addımların az-az olur, gec olur. Və bunun da səbəbi əksər zamanlarda mükəmməlliyətçilik, qorxu. Çünki deyir ki, yəni bu yenə də şuurlu şəkildə olmur. Bunu qorxur etməyə, real addımlar atmağa ki, sonunda o məqsədinə gəlib çatandan sonra özündən narazı qalar, bəyənməz, nəticəni bəyənməz, yüksək səviyyədə alınmaz. Mükəmməlliyətçi insan üçün nələr var? Ya maksimum, ya minimum. Orta olanları qəbul etmir. Orta səviyyədə nəsə alınıbsa, onun üçün hələ minimum deməkdir. Orta səviyyədə alınan hər bir şeyə mənasız kimi baxır. Hə, nə mənası var idi, bu qədər çaba göstərdim, heç eləməsəm də olardı. Bax, bu sözləri özünə deməmək üçün bir çox şeylər edir, amma real addımlar atmır. Real addımlar atsa belə gec-gec edir, az-az edir. Qısacası orta nəticələri müsbət dəyərləndirəndə daha tez irəliləyirsən.